Yetim Yesir'in kasıbın bir keşbeki var idi. O da bugündən sonra necə olacaq, mən də bilmirəm. Martın 18-də imzalanan və bugündən etibarən qüvvəyə minən qərarı xalq dilində mən sizə izah edəcəm. Amma əvvəlcə deyim ki, aptek və marketlərdə 1,25%, yanacaq doldurma məntəqələrində 0,75%, digərlərində isə 1,5% interchange olacaq. Xalq dilində bu nə deməkdir? İzah edeyim. Mən market sahibiyəm. Fatma xala gəlir, markete alışveriş eləməyə özdə plastik kartıyla 100 manatlıq bir alışveriş elədi. Bu da post yazımız olsun. 100 manatlıq alışveriş elədi mi? Bit vurdu kartı. Bax burada 3 tərəf iştirak edir. Post cihazı, acquire, plastik kart, emitent, bir də Visa kart, Master, ya Amerikada nəysə. Qardaş, indi bu var ha, bunu vuranda mən komissiya verirəm axı. Post cihazına. Post cihazının, yəni acquire'in emitentə köçürdüğü vesayet bir tam %25%'den çok olmamalıdır. Marketlerden gelir söhbət. İndi yaxşı bu plastik kart, yani bu emitent də mənə 2% cashback verir daxı. İndi 1,25 özü alacaq. Bu 2% mənə necə verəcək qardaş? İndi sözümün canı. Bu 1 tam %25% verdiği bax interchange deməkdir. Yani sözümün canı qardaşlar, oturun durun dua eləyin ki bu 70'ün o 3-5 qəpikdə topladığı ədəvə geri al ləğv olunmasın, geri qalanı yaxşı olar. Amma yekun nəticə budur ki, bundan sonra plastik kartlarınızdan istifadədə bir balaca yaxşı düşünün, yaxşı götür qoy edin ki, gəlirlərinizdə də çox da oynama olmasın. Özünüzdən müğayət olun, izləmədə qalın ki, bu kimi videolardan xəbərdar olasınız. Və siz hansı plastik kartdan istifadə edirsiniz? Tam səmimi şəkildə şərhlərdə danışaq.